Hazırda mövsümün ən bol meyvələrindən biri də nardır. Azərbaycanda 60-dan çox növü yetişən narın tərkibi dəmir, kalsium, fosfor mineralları, C, B1 və B2 vitaminləri də zəngindir. Onun növündən və sortundan asılı olaraq meyvələri şirin və turş olur. Şirin nar mədənin fəaliyyətini gücləndirir. Turş nar isə mədədə olan yanma hissini aradan qaldırır. Narın faydası bəlkə də onun içindəki dənələrdən də çoxdur. Belə ki, bu meyvə qızdırmanı, yorğunluğu aradan qaldırır, bədənə enerji verir və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün də olduqca faydalıdır. Bundan başqa immuniteti gücləndirir, orqanizmi xərçəng xəstəliyindən qoruyur. Üstəlik nar təzyiqi aşağı salır, damar sərtliyinin qarşısını alır. Bu xüsusiyyətlərinə görə də o ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur. Onun çiçəklərindən soyuq dəyməyə qarşı, toxumlarından isə sarılıq xəstəliyində, ürək problemlərində, sinə ağrılarında və iştahanı qaldırmaq üçün istifadə edilir. Sən demə bir fincan nar suyu 10 fincan yaşıl çaya bərabərdir. Hər gün bir stəkan nar suyu içmək bel nahiyəsindəki yağların əriməsinə səbəb olur. Nar suyunun faydası bununla bitmir. İspan alimlərinin araşdırmasına görə bu meyvənin suyu insan orqanizmini cavan saxlayır və qocalmanın qarşısını alır. Elə buna görə də alimlər cavan qalmaq istəyənlərə gün ərzində bir stəkan nar şirəsi içməyi məsləhət görürlər. Siz də hər zaman cavan və sağlam olmaq istəyirsinizsə, bolluca nar yeyin.